Aprelin 20-sində Prezident İlham Əliyev və xanımı Bakı 2015 1-ci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar. Prezident İlham Əliyev və xanımı Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olmaq üçün bura gəldilər. Gənclər və İdman Naziri Azad Rəhimov görülən işlərlə bağlı ətraflı məlumat verdi. Bildirildi ki, təmir zamanı binanın dam örtüyü və fasadı yenilənib, fasadda işıqlandırma sistemi quraşdırılıb, ətrafda geniş abadlıq, quruculuq işləri görülüb, yaşıllıq zonaları salınıb. Müasir tələblərə uyğun yenidən qurulan binada Olimpiya və Paralimpiya oyunlarının keçirilməsi üçün bütün şərait yaradılıb. İdman sarayı əsas idman zalı və texniki binadan ibarətdir. Burada ümumilikdə 32 min kvadrat metr sahədə əsaslı təmir işləri aparılıb. 3 mərtəbəli binada təmir işləri ən yüksək səviyyədə beynəlxalq tələblər nəzərə alınaraq görülüb. 1-ci Avropa oyunları zamanı bu qurğuda badminton və stolüstü tenis idman